Binə qəsəbəsində sizlərə Məxməri çay evindən qabağa Dostlar kafesi deyirlər. Dostlar kafesinə yaxın bir ərazidə, harca 2 sot yarımda 4 otaqlı tam təmir evimizin təqdimata gəlmişik. Qapı birbaşa məhəlləyə açılır. Geniş məhəllədir. Yaşıllıq, ağac əkmək üçün yerinə qədər hər bir şey təyin olunub. Evimizin padvala da giriş hissəsi var. Bakı gidrafonu, bituminkası hər şey qoyulub. Padvala girməyə də yer qoyublar. Yerdən 7 daş kürsüdür. Daxil olduq. Belə bir koridor sistemi. Lüstrlarına hər bir şey asılıb. Sağda qonaq otağımız pərdələrinə kimi asılıbdır. Ev təzə malyardan çıxıbdır, gözlənilir, qurudur. Aboy da ev sahibi tərəfindən təhvil vurulub, təhvil veriləcək. Mətbəxin mebeli, lüstru, pərdələr təbii ki, hamısı hazırdır. Yenə qeyd edirəm, aboylar bütün otaqlarda hamısı vurulub veriləcək. Detski otağımız, addenli sanitarımız, aksesuarları qoyulub və addenli sanuzeyimiz. Suyu quyu suyuda, işığı qazı var. Bu bir yataq otağı. Ana yola hardasa kilometr yarım məsafədə 160'a yəni. Bu da digər yataq otağı. Köməkçi avtobusa isə 50 metr məsafədir. Yəni asfaltdan 50 metr aralıdır. Məhəlləsi də qəşəng məhəllədir. Qiymət 68 min. Tələsin dostlar. Aboylar da tam təhvil vurulub veriləcək.